Fitoklub Quba. İmindi bu yoruma görə gəlmişəm Qubaya. Nasıl Qubada hardadır qardaş Fitoklub? Göstərirəm sizə. Bax bu keçid olan yer var, keçid. Bilirsiniz də burada kuruqdur. Burada qabaqda kuruqdur bura. Əl ticarət. Sonra burada Xalq Bank var, baxın. Bax Xalq Bank. Görürsüz. Belə ətrafı da göstərim. Baxın. Burada yaşayanlar bura inşallah tanıyacaq. Keçək içərini də göstərim sizə. Osmanlı kafesi də var burada. Bax. Osmanlı kafesi. Bismillah ki. Fitoklub Quba. Baxın, görürsüz. Bütün hər şey gözəl, hamısı qablaşdırılıb. Bu dazotu yağı ilə inşallah Gültəkin xanım. Nə qədər vaxta sağaldın? Bir həftəyə dazotu yağının mədə bağırsaq ağrısından, səpki idi, qızartı idi, hamısını yapırdım. İllər dərman atırdın da. Bəli. Necə istifadə elədin? Səhər axşam günorta bir orta xörək qaşığı. Yeməkdən bir saat qabaq içirsən. Onunla yanaşı çoban yastığı, gülün bahar, cökə çiçəyi. Baxın, qastrason yağı da çox gözəldir. Çox mükəmməldir qastrason yağı. Kaliflərin bir növ. Sonra Yapon safurasıdır. Burada zeytun yağları var, görürsüz. Propolis var, sirkələr var, tahinlər var. Sonra utindilərdir. Baxın, görürsüz. Şərbətdə var, yağı da var. Bəli. Baxın, görürsüz. Bütün məhsullar hamısı təmiz, qablaşdırılır. Allergiyadan əziyyət çəkən insanlar süpürgə toxumundan istifadə edə bilər. Arpadır. Bax, arpadır, süpürgə toxumudur, vələmir də qarışdıra bilərsiniz. Qaraciyər yeniləmək üçün çox gözəl fayda verir. Yaşlı insanlar var ki, turba tapa bilmirlər. Bax, turba burada var. Gəlib götürə bilərsiniz. Çox gözəl. Bir dənə göstərim sizə. Görürsünüz, bax, turba. Görünədir, gözəldir. Bilirsiniz də sağa, sola uzandır. Dəsmala ehtiyac yoxdur da, yəni. Demək, Braziliya qozu. Tənbəl zob olanlar, ümumiyyətlə bütün qalxan var və xəstəliklərində Braziliya qozu qəbul olunmalıdır. Səhər gün ortaşan 2-3 ədəd yeyirsiniz. Ac qarına. Tut qurusu qanda olan zerikini çox gözəl salır. Gəncil qurusu. Fitoklubları ümumiyyətlə arxayınla ala bilərsiniz. Nə istəyirsiniz? Bu yeni məhsullar gəlir. Balqabaq mürəkkəsidir. Hamısı fiziologiyasına bunlara nəzarət edir. Əncil qurusu bax, mədə bağırsaqdan, qəbzlikdən əziyyət çəkənlər üçün orada da zeytun yağı var. Bunları özüm də götürəcəm. Parpatyon turşusu, ağ xiyar turşusu. Valla hamısı yeni gəlib. Heyva kompotudur, ərik kompotudur, sonra feyxuadır, qaragilədir. Qaragilə bax, ürəyə çox gözəl fayda verir. Zeytunlardır, baxın, zeytun. Zeytunlar var, göstər. Hamısı bunlar yeni məhsullar, təzə gəlib. Badımcan kürüsüdür, yaşıl zeytun əzməsidir. Hamısı var. Gözəl burada düyülər var. Bu düyülər də çəkin. Bax, düyülər də buradadır. Sonra gözəl ballar var, ballar. Sonra bunlar məzunlardır bunlar, hazır məzunlardır. Yabani meşə balı. Bəli, yabani meşə balı hələ tapmaq olmur. Dağ balıdır, cökə balıdır, çiçək balıdır, qara tikan balıdır. Cökə balı. Sirkələr baxın, cürbəcür, növbə-növ sirkələr var burada. Zeytun yağıdır, günə baxan yağıdır. Bax, uşaqlar üçün çox gözəldir bu öskürək. Bax, öskürək olanda istifadə olunur. Çox gözəl fayda verir. Propolis, baxın, spirtdə çıxarışlı. Demək, helikobakteri varsa çox gözəl fayda verir bu. 2-3 ədəd bundan alın. Bir çay qaşığı, bir stəkan suya qarışdırılır, ac qarnına içilir. Demək, mənim mədəmi çaytikan yağı sağaldı. Mənim mədəmsə? Dazotu yağı. Niyə? Çünki orqanizm fərqlidir. Eyni məsələn üçün də görsən ki, məsələn üçün qastrason yağı da görsən məsələn üçün başqa insanlar sağalt. Fərqlidir. Əgər bunu istifadə elədiniz, bir 10 gün, 15 gün, bir ay sağaltmasa yağlar dəyişin, bitkilər dəyişin, tez sağalacaqsınız. Bir də ac qalmaq lazımdır, bilirsiniz də. Arı məhsullarına demək 15% endirim gəlib götürə bilərsiniz. Tələsin.
Bu ərazilərə inşallah yaxın olanlar gəlib məhsullardan götürə bilər. Demək, Qusar bura yaxındır. Xudat da gələ bilər, Xaçmaz da gələ bilər. Durub Bakıya gedənə qədər bura gəlmək məsləhətdir. Çox sağ olun, minnətdaram.